Çox sağ olun. Hörmətli həmkarlar və müzakirə iştirakçıları, Azərbaycan Respublikasında müzakirə etdiyimiz 2026-cı il dövlət büdcəsi ilə tanış olanda görürük ki, bu təkcə maliyyə göstəriciləri toplusu yox, həm də ölkəmizin siyasi, sosial və iqtisadi istiqamətlərini müəyyən edən strateji idarə etmə sənədidir. Bu sənəd, Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşan dövlət siyasətinin məntiqi davamı, müasir çağırışlara cavab verən inkişaf proqramının maliyyə təminatıdır. Büdcə, Prezidentin fəaliyyət istiqamətlərinin maliyyə təzahürüdür, belə deyək. 2026-cı ilin büdcəsi ilk növbədə dövlət başçısının müəyyən etdiyi əsas prioritetlərin güclü iqtisadiyyat, sosial rifah, təhlükəsizlik, innovativ idarə etmə, maliyyə təminatını reallaşdırır. Bu mənada büdcə sənədi Prezidentin fəaliyyət proqramının praktik maliyyə çərçivəsi, idarə etmə komandasının isə icra mexanizmidir. Məsələn, müdafiə və təhlükəsizlik xərclərinin 20%-dən çox hissə ilə artırılması Azərbaycanın milli təhlükəsizlik sisteminin, ordu quruculuğunun davamlılığını göstərir. Bu, həm də regional sabitliyin qaranti kimi dövlətin məqsəd yönlü siyasətini və məsuliyyətini ifadə edir. Büdcəyə eyni zamanda biz sosial siyasətin təminat sənədi kimi baxırıq. Bu haqqında çox danışıldı. Sadəcə olaraq onu demək istəyirəm ki, 2026-cı il büdcəsinin sosial yönümlü olması dövlətin vətəndaş mərkəzli siyasətinin də bariz göstəricisidir və burada da məqsəd sosial ödənişlərin artırılması ilə yanaşı, həm də insan kapitalının inkişafı, yeni, bilikli, sağlam, vətənpərvərlər vətəndaşların yetişdirilməsi deməkdir. Büdcəyə biz gələcəyə yönəlmiş yanaşma kimin ekoloji və enerji siyasətinə baxsaq görərik ki, bu sahədə də xüsusi diqqət ayrılmışdır və 2026-cı il büdcəsində bərpa olunan enerji layihələrinə, yaşıl zonaların yaradılmasına, Xəzər dənizinin külək potensialının araşdırılmasına, Qarabağ, Zəngəzur regionunda yaşıl enerji məkanının formalaşmasına xüsusi diqqət ayrılıb. Bundan əlavə, tullantıların idarə olunması, su ehtiyatlarının bərpası, iqlim dəyişikliyi ilə mübarizədə proqramların dövlət büdcəsində ayrıca prioritet kimi təsbit olunub. Bu, Azərbaycan dövlətinin ekoloji məsuliyyət daşıyan, beynəlxalq ötərişlərini yerinə yetirən bir model dövlət kimi mövqeyini daha da möhkəmləndirir. Qısaca ümumiləşdirsək, bu formada deyə bilərik ki, 2026-cı ilin dövlət büdcəsi Cənab Prezidentin strateji baxışının iqtisadi təcəssümüdür, sosial rifahın təminat mexanizmidir və ekoloji enerji balansının qorunması üçün maliyyə bazasıdır. Bu baxımdan büdcə təkcə maliyyə sənədi yox, eyni zamanda dövlət ideologiyasının və idarə etmə fəlsəfəsinin ifadəsidir. Mükəmməl hazırlanıb bu sənəd və hazırlayan komandaya bəri başdan öz təşəkkürümü bildirirəm. İndi isə bu ümumi münasibətdən sonra konkret bizim komitəmizin fəaliyyət istiqamətində olan bir sahəyə bir neçə istiqamətdən öz fikirlərimi ifadə etmək istəyirəm. Azərbaycan Respublikasında 2026-cı il dövlət büdcəsində ətraf mühitin mühafizəsi bölməsində 420,2 milyon vəsait ayrılmışdır. Artıq burada hörmətli nazirimiz Sahil Babayev bunları qeyd etdi. Mən bunun üzərində çox durmaq istəmirəm. Büdcə planlaşdırılması sadəcə olaraq orta müddətli xərclər çərçivəsi prinsipi əsasında həyata keçirilir və nəticə əsaslı idarə etmə yanaşması tətbiq olunur. Bu model xərclərin milli prioritetlərə uyğunlaşmasını və icra prosesində hesabatlılığın gücləndirilməsini təmin edir. Ətraf mühit üzrə büdcə xərclərinin struktur təhlili göstərir ki, çirkab sularının yığılması və tullantıların idarə edilməsi 68%, meşə təsərrüfatı 5%, bioloji müxtəlifliyin qorunması 2,5% və torpaq və yer quruluşu 3,6% təşkil edir. Bu istiqamətdə də dinamika çox yaxşıdır. Və burada qeyd etmək istərdim ki, bu ölkəmiz üçün əsas prioritet istiqamətlərdir və xüsusən də iqlim dəyişiklikləri və hava keyfiyyətinin idarə olunmasına yönəlik siyasət. Bildiyimiz kimi, son əsrdə ümumiyyətlə Azərbaycanda orta illik temperatur 0,4-1,3 dərəcə Selsi artması, quraqlıq
dövrlərinin 34% çox olmasını, tozlu hava hadisələrinin 5 dəfə artması ilə xarakterizə olunan iqlim transformasiyası ilə üzləşmişik. Bakı və Sumqayıt kimi sənaye şəhərlərində hava çirklənməsinin 70-75%-ni nəqliyyat emissiyalarının belə deyək ki, üzərinə düşür və bu baxımdan düşünürük ki, büdcədə də nəzərə alınmağı daha münasib olar. Elektrikli nəqliyyat vasitələrinin stimullaşdırılması, bərpa olunan enerji mənbələrinin inteqrasiyası və regional hava monitoring sistemlərinin gücləndirilməsi, tullantıların idarə edilməsi və dövri iqtisadiyyatın inkişafı barədə nəzərdə tutulan büdcədə qeyd etmək istəyirik ki, bu 2024-cü ildə ölkədə 4,365 milyon ton tullantı yaranmışdır. Bunun 69%-i bərk məişət tullantılarından ibarətdir və həmin resurslardan 232,5 milyon kilovat-saat enerji istehsal olunub. Lakin tullantıların cəmi 19%-i bu prosesdə həm enerji və təkrar istehsalda iştirak edir. Burada bir xüsusilə qeyd etmək istəyirəm ki, bu yaxınlarda hörmətli Sabah xanımın təşrifi ilə və yaratdığı şəraitlə biz Türkiyə Respublikasında olduq. Tullantıların idarə olunması ilə bağlı biz orada fəaliyyətlə Türkiyə dövlətinin siyasəti ilə tanış olduq və qeyd etmək istərdim ki, orada eyni qaydada 2017-ci ildə cəmi tullantıların idarə olunması və enerji istehsalı 13% idi və bu dinamika orada xüsusi proqram tətbiq edildikdən sonra artıq 2024-cü ildə bu 36%-ə yüksəlib. Bizdə indi 19%. Və indi bu sahədə göstərici ən çox Almaniyadadır, 60%-dir və Türkiyədə bu istiqamətdə 2035-ci ilə qədər hədəf müəyyənləşdirib ki, 60%-ə çatmağı. Və böyük bir eyni zamanda nəzərə alsaq ki, bu təkrar istehsal eyni zamanda elə enerji resursları ilə yanaşı yeni bir resurs mənbəyi kimi çıxış edir və bu sahədə də xüsusi diqqət ayrılmasını dövlət büdcəsində həm indi, həm də gələcəkdə xüsusi bir proqramlara ehtiyac olduğunu və eyni zamanda qanunvericilik bazasında təkmilləşməsini zəruri edir. Bu sahəyə diqqət ayrılmasını xahiş edərdik. Su ehtiyatlarının idarə olunması və Xəzər dənizindəki səviyyələrlə bağlı. Azərbaycanın su resursları məhduddur. İqlim dəyişiklikləri fonunda bu məhdudiyyət daha da kəskinləşir. Xəzər dənizinin səviyyəsinin 2 metrə qədər, Kür çayının su səviyyəsinin isə 2,2 metr azalması, bu yağıntıların qeyri-bərabər paylanması ekoloji təhlükəsi baxımından risk yaradır. Ona görə də biz gələcəkdə də yağış sularının toplanması, çirkab sularının təmizlənərək yenidən istifadəsi, hidrometeorologiya müşahidə sistemlərinin rəqəmsallaşdırması və su təhlükəsizliyinin əsas komponenti kimi önə çıxmasını nəzərə alaraq büdcədə də bu sahəyə xüsusi diqqət ayrılmasını da komitə olaraq xahiş edirik və tövsiyə edirik. Meşə fondunun idarə edilməsi ilə bağlı. Burada vəziyyət yaxşıdır. Meşə fondu 1,2 milyon hektar təşkil edir. Qeyri-qanuni ağac kəsilməsinin həcmi 2024-cü ildə 5081 kub metr olmuşdur ki, bu da qazlaşma səviyyəsinin 95% keçirilməsinə baxmayaraq meşələrin qırılmasına gətirib çıxarır və bu sahədə də xüsusi diqqətin ayrılmasını və Azərbaycanın da dünyada artıq təbiətə xüsusi bir sevgi göstərən, onu qoruyan bir dövlət olduğunu nəzərə alaraq və prioritet istiqamət olduğunu nəzərə alaraq həm indi, həm də gələcəkdə də bu sahəyə də xüsusi yanaşmanı xahiş edirik. Yaşıl iqtisadiyyatın institusional əsasları barədə deyə bilərik ki, 2030-cu ilə qədər istixana qazlarının 35% azaldılması və bərpa olunan enerji mənbələrinin ümumi enerji balansında 30% paya çatdırılması bizim strateji hədəflərimizdəndir. Rəqəmləri səsləndirmək ehtiyac duymuram, bunu hər kəs bilir və kitabda, bizə paylanan kitabda da var. Sadəcə bu potensialın iqtisadi dövriyyə cəlbi üçün yaşıl maliyyə alətləri, vergi yüzdəşləri, investisiya zonaları və yaşıl istiqrazların emissiyası kimi mexanizmlərinin tətbiqini də məqsədə uyğun müvafiq hesab edirik. Bioloji müxtəlifliyin qorunması baxımından deyərik ki, bu sahədə kifayət qədər yaxşı rəqəmlər var, dinamika var, artım var, rəqəmlərdə də, büdcədə də bu nəzərə alınıb. Sadəcə burada bir rəqəmi səsləndirmək istəyirəm ki,
1989-cu ildə, yəni Qırmızı kitaba düşən Azərbaycanda 108 növ heyvan, 140 bitki növü var idisə, 2013-cü ildə bu 223 növ heyvan idi və 300-ə yaxın bitki növü idisə, 2023-də, yəni 10 il keçəndən sonra bu 241 heyvan növü, 460 bitki növüdür ki, bunlar zaman-zaman biz məhv olur, bu təbii resurslarımız, ona görə də bu sahədə də bugün yaxşıdır, gələcəkdə də xüsusi diqqətdə saxlanması işimizin faydasını olar, xeyrini olar. Və bütövlükdə sonda demək istəyirəm ki, ekoloji xərclərin ümumi büdcədə payının artırılması və onların məqsədli istiqamətləndirilməsi, regional iqlim adaptasiyasının proqramlarının hazırlanması və icrasına, tullantıların təkrar istifadəsi və bərpa sənayesinə investisiya təşviqlərinə ehtiyac var və bütövlükdə də mən də həmkarlarım kimi büdcənin plenar iclasda tövsiyə olunmağını mən də xahiş edirəm, mükəmməl hazırlanıb. Diqqətinizə görə çox sağ olun.